Salam, əziz və dəyərli izləyicilərim. Bugünkü videom Alzheimer deyirlər, rus dilində Alzheimer, yaddaş pozğunluğu, yaddaş əksikliyi haqqında danışacağım. Demensiya da deyirlər. Bəziləri bunun adını, bəziləri çox təəssüf ki, adını qoyurlar ki, yaşlılıq xəstəliyi. Heç sevmirəm bu sözü mən. Yaşlılıq xəstəliyi deyil, bu beyinlə əlaqəli bir xəstəlikdir. Beyində baş verən bir xəstəlikdir. Yəni ki, çalışsanız çox tez biləndə çox tez qarşısını ala bilərsiniz və bugün sizə elə bir şey deyəcəm ki, çox xəstələrə bunu demişəm. Mən kiməm ki, əvvəlallah, sonra mənim dediklərimin sayəsində xəstəliklərinin çox yaxşılığa doğru, irəliyə doğru getdiyini görüblər. Mənə dualar eləyirlər, dua eləyənləriniz çox olsun və bilirsiniz ki, mən də nəyi bilirəmsə, kimlərsə xeyir tapıbsa, mən vicdan əzabı çəkərəm ki, nə qədər yorulsam da mən bu videoları çəkməyə davam edəcəm. Amma sizlərdən, mənim dəyərli bacı qardaşlarım, sizlərdən xahişim budur ki, mənim videolarımı bəziləri məlum səbəblərdən qoymurlar ki, irəliyə getsin, hamıya yayılsın, hamı baxsın. Çox xahiş edirəm, sizin əlinizdədir. İstər Instagram, TikTok, YouTube, ələxüsus YouTube izləyicilərim, Facebook izləyicilərim, çox xahiş edirəm abunə olmağı, yəni takib atmağı unutmayın. Kolokolçiki basın ki, sizə bildiriş getsin ki, mən video yüklədim və həmən bu videoları paylaşın ki, istər bütün səhifələrimdə paylaşın ki, hamıya getsin, bütün doğmalarınız məlumatlansın. Təkrar eləyirəm, çox təəssüf eləyirəm ki, tərbiyəsizlərin, pozğunların, xalqımızın əhval-ruhiyyəsini pozan, tərbiyəsini, azyaşlıların tərbiyəsini pozan videoları xalqım çox paylaşır, hamıya göndərir. Baxışların sayı artır, 10.000, 15.000, düzdür. Mənim də videolarıma milyonlarla baxış var. Amma elə videolarım var ki, istəyirəm ki, çox baxış olsun, takip çox atın ki, abunə olun ki, hamının qarşısına çıxsın. Bu videolarımı sizi incitməyim. İndi keçək video haqqında geniş məlumat verim sizə. Əzizlərim, bu heç də qocalıq xəstəliyi deyil. Çünki artıq yaşı getdikcə cavanlaşır. Düzdür, əslində çox yaşlılarda olur. Yaşa dolduqca keçmişi çox gözəl xatırlayırlar. Amma dünənki hadisələri, ondan qabaqki hadisələri, bugünkü hadisələri xatırlamırlar. Təkrar soruşurlar, sizə əsəbləşə bilərlər. Mənim əzizlərim, siz bir şeyi yaddan çıxartmayın ki, valideynlərimiz dünyanı tutub durmayacaqlar. Çalışdıqca valideynlərimizin nazınla oynayın. Çünki onlar həqiqətən müqəddəsdirlər. Halallıq onlara bu dünyada halallıq alın ki, xəstə olandan sonra yox, istər qaynananız, qaynatanız olsun, istər ananız, atanız olsun, ürəkdən sizə halallıq verdilərsə, necə mənim kimi, inanın ki, həyatınızda yaşıl işıq olacaq. Və həmçinin də bu xəstəliyi elə tez hiss eləyən kimi ki, yaddaş bir sözü bir neçə dəfə təkrar etdi, bir sözü bir neçə dəfə sizdən soruşduğu halda, tez həmən həkimə, nervpatoloqa müraciət edin. Savadlı nervpatoloq olsun, sizi pul kimi görən həkim olmasın. Çox xahiş eləyirəm. Tez üstünə düşdükdə, tez də qarşısını almaq olur və bu xəstəlik gec irəliləyir. Həqiqətən də qarşısını almaq olur. Amma indi sizə elə bir şeylər deyəcəm ki, türkəçarələr və onları həmən insanların həyatına salsanız, onların həyatı günü-günündən gözəlləşəcək və yaddaşları bu xəstəlik dediyim kimi gec-gec irəliləyəcək. Bir var hər gün üstünə qoyulsun, bir də var gec-gec irəliləyəcək. Birinci növbədə dediyim kimi ona o xəstəliyini bildirməyin, onu pərt etməyin, hansı kim olur olsun, ana, ata, bacı, qardaş, kimliyindən asılı olmayaraq qaynata, qaynana, sən bu sualı vermişdin, bir də mən yoruldum sənə baxmaqdan, yoruldum sənə təkrar eləməkdən, çox xahiş edirəm. Bu sözləri təkrar eləməyin və ona deməli, ən yaxşı şey onların suallar verirsiniz, hesab. Çox geniş yox, məsəl üçün, elə adi, balaca uşaqlara verilən sual, 5 çıxaq 3 neçə eləyir? Gəl kimiz bir yerdə tapaq, onun üçün maraq oyadın. Puzzle'lar deyirlər, puzzle'lar alın, tək ona verməyin. Deyir ki, gəl ikimiz bir yerdə, görək bunu qurlaşdıra bilərikmi? Çox balaca yox, böyük puzzle'lar olur böyüklər üçün. Bax, onları alın, mozaika deyirlər, belə düzəldirlər, quraşdırırlar. Çox xahiş eləyirəm. Və albomu açırsınız, keçmişdə olan şəkilləri qoyursunuz, onlarla söhbət eləyin, yadındadırmı? Əgər onun yadına düşmürsə, ona hirslənməyin. Yenə də deyirəm, o onun özündən asılı olan bir şey deyil. Çox xahiş eləyirəm. Xəstənin bir misal var, yiyəsi normal adam olsa, canı yansa, hər bir xəstəliyi sağaltmaq mümkündür. Yetər ki, doğmaları ona can yandırsın.
və birinci növbədə gəzmək. 15 dəqiqə də olsa çölə çıxardın, gəzdirin. Bizdə çox təəssüf ki, heç yaddaş pozğunluğu, demensiya, Alzheimer, Parkinson olanlar olmasın. Adi yaşlılarımız 60'ı 70'i keçdi. Evlad ona məcbur eləyir ki, evdə olmalısan, sən artıq oturmalısan evdə, nəvə nəticənə baxmalısan, sənin artıq gəzən yaşın deyil. Çox təəssüf. Mənim anamın 84 yaşı var, çətin gəzir, düzdür. Amma mən anamı, o invalid stolu olur, mən anamsız heç bir yerə getmirəm. 30 ildən artıqdır ki, mən həyatımı anama sərf eləmişəm. Birinci anamdır, sonra ailəm, evlatlarımdır. Çünki ananın yerinə heç kim heç nə verə bilməz. Atam isə cavan rəhmətə gedib, Allah cəm ölənlərinizə rəhmət eləsin. Yəni mütləq gəzdirin, onu insanlardan ayırıb evə bağlamayın, daha da o, yəni bağlı şəraitdə saxlamayın ki, daha da o özünə qapansın, daha da xəstəliyinin üstünə xəstəlik gəlsin. Və indi sizə elə bir şeylər deyəcəm ki, onların birmənalı şəkildə yaxşılaşdığını görəcəksiniz. Bu, Allahın bir möcüzəsidir, buna qızıl da deyirlər, sarı kök. Həqiqətən də sarı kökün belə xəstəliklərdə çox xeyir olduğunu görmüşdülər və mənə, kimlərə ki demişəm, mənə yazırlar, mənə deyirlər, Məryəm xanım, Allah razı olsun, xəstəmizdə əməlli başlı yaxşılaşma var. Amma sarı kökü təkcə içmək olmaz. Sarı kökə bircə damcı qara istiot, qırmızı yox, qara istiot əlavə edilməsə, bağırsaqda onun əmilməsi mümkün olmayacaq. Səhər-səhər ac qarnına, ümumiyyətcə bütün yaşlılara, mən bunu cavanlara, öz qrupumda olanlara deyirəm, amma yaşlılara da çox xahiş edirəm. Bax, mən 84 yaşlı anama Allah sağlıqlı uzun ömür versin, maşallahlar olsun. Hər səhər mən anama duran kimi birinci isti suyunu verirəm. Siz bilin ki, o qızıldan qiymətlidir isti su. Və dalıca da siz həmən bu yaddaş zəifliyi olan, dediyim kimi demensiya, Alzheimer necə adlandırırsınız o cürə xəstələrə sarı köklü su düzəldirsiniz. Necə düzəldirsiniz? Bir çay qaşığı təmiz amma sarı kök olsun. Sarı kökü bir stəkan qaynar suda qarışdırırsınız. Bir çimdikdə qara istiot dökürsünüz. Qarışdırıb ağzını örtürsünüz səhər ac qarnına. O dibinə çökəcək. Çöküntüsünü vermirsiniz içməyə. Üzünü süzürsünüz. Üzünü ac qarnına verirsiniz içməyə. Təxminən bir ay yarım verin. Sonra ara verin. Yenə başlayın verməyə. Çox xahiş edirəm. Bunu verdikdə çox kömək olduğunu görəcəksiniz. Arada bir həkimindən, nevroloqundan soruşun, icazə versə, çətənə yağı verin. Yağ çəkilən mağazalarda satılır. Rus dilində konoplyanaya masladır. Alaqanqal yağı ilə dəyişik salmayın. Çətənə yağı. Amma yenə də deyirəm, nevroloqundan soruşun, sonra icazə versə çox xəstələrdə kömək etdiyini mən özüm də şəxsən görmüşəm. Bir mütəxəssis olaraq, yəni mən nevroloq deyiləm, diyetoloq, nutrisioloqam və iş fəaliyyətim Rusiyadadır, təhsilimi də Rusiyada almışam və çox xəstələrdə xeyrini gördüyünü görmüşəm. Xəstəliyin gecikdiyini, mərhələsinin gecikdiyini görmüşəm. Ona görə də sizlərdən də xahiş edirəm, bir mənalı şəkildə onlara yaxşı qulluq edirsiniz, onlarla söhbət eləməyə vaxt ayırırsınız, çox xahiş edirəm və bu dediklərimə sarı köklü sudan yarım saat sonra nəsə yemək içmək verə bilərsiniz. Bir də çalışın ki, həmən ümumiyyətcə insan qəbz olmamalıdır. Çünki qəbz olursa, bir gün, 2 gün nəcis bağırsaqda qalırsa, bu artıq xəstəliklərə yol açmaqdır, xəstəliklərin irəliləməsidir, özdə tez irəliləməsidir. Çünki orqanizmə toksinlər buraxır, xəstəlikdən sağalmaq mümkün olmur. Ona görə də qəbz olmasın. Mənim əzizlərim, bir də sizə onu deyim ki, əgər istəyirsinizsə, tam sağlam şəkildə canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, cəmi bircə dəfə ödəməklə, düz eşitdiniz, hər ay ödəmirsiniz, cəmi bircə dəfə 20 manat ödəməklə qrupuma gəlirsiniz, sağlığınıza qovuşursunuz, toksinlər orqanizmdən təmiz olur, qəbizlikdən, qazdan, köpdən, qaraciyər yüklənməsindən azad olursunuz. Amma mən sizə nə siyana çayı yazmayacağım, nə acılıq otu, nə düfalak, nə maqnisulfat duzu, çünki bunlar dəhşət saçır, sizin bağırsaqlarınızı yaman günə qoyur, mikroflorasını pozur, selikli qışasını zədələyir, bu da ki pis xəstəliklərə gətirib çıxardır. Ona görə də məndə tam təbii aptekin yolunu unudacaqsınız. Arıqlama çay, arıqlama kofesi sizə bir mənalı şəkildə satmayacağım. Yekə qarından azad olacaqsınız. Üzünüz üçün peelinglər atacağım. Bütün gözəllik sirlərimi, qızıl qaydalarımı xanımlar sizlərlə bölüşəcəm. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Amma bəylər də bircə dəfə 20 manat ödəyir, xanımlar da. İstəyirsinizsə buyura bilərsiniz qrupuma, amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Dünyanın hər bir yerində artıq məndən danışırlar, hətta bütün tanınmışlar mənə müraciət edirlər. Çox sevinirəm, çox qürur duyuram.
Amma nömrəni düzgün yazdıqları, başa saldıqları üçün tapa biliblər mənim nömrəmi. WhatsApp nömrəmi Rusiyanın WhatsApp nömrəsidir, çünki mən Rusiyada yaşayıram. Necə tələffüz edirəmsə, o cürə də yaddaşa salın. 012 55 70 əlavə eləməyin nömrənin əvvəlinə, tireylər qoymayın nömrələrin aralarından. Ağzımdan necə çıxır, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Təbii ki, əgər məsləhət bilirsinizsə. Mənim əzizlərim, şükür etmək də çox böyük bir neymətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.